Salam dostlar, bu videoda OSI modelinə aid olan sualların 7-ci hissəsini izahlı formada cavablandıracağım. Birinci sualdan başlayaq. Flow control nədir? Doğru cavab B variantı. Flow control göndərən və qəbul edən arasında məlumat ötürülmə sürətinin tənzimlənməsidir. Axın nəzarəti, başqa sözlə flow control, sürətli göndəricinin yavaş qəbul edicini həddindən artıq məlumatla yüklənməsinin qarşısını alır. Keçək növbəti suala. 2 nömrəli sual. TCP bağlantısının yaradılmasını hansı proses həyata keçirir? Doğru cavab B variantı three-way handshake. TCP bağlantısını yaratmaq üçün three-way handshake prosesindən istifadə edilir. Three-way handshake 3 addımdan ibarətdir. SYN, SYN-ACK, bir də ki ACK. Keçək növbəti suala. 3 nömrəli sual. Aşağıdakıların hansı transport layerin funksiyası deyil? Doğru cavab D variantı. Route selection. Route selection transport layer'in funksiyası değil. Route selection OSI modelinin 3-cü layer olan network layer'də həyata keçirilir. Segmentation, flow control, error control isə transport layer'in funksiyasıdır. Keçək növbəti suala. 4 nömrəli sual. Network layer'də hansı növ adreslərdən istifadə olunur? Doğru cavab C variantı IP adres. IP adreslər OSI modelinin 3-cü layer olan network layer'də istifadə olunur. Network layer IP version 4, IP version 6 kimi məntiqi adreslərdən istifadə edir. Məntiqi adreslər deyərkən IP adreslər nəzərdə tutulur. Keçək növbəti suala. Beş nömrəli sual. Presentation layer'də şifrələnmə üçün adətən hansı texnologiyadan istifadə olunur? Doğru cavab A variantı SSL TLS. OSI modelinin 6-cı layer olan Presentation layer'də SSL TLS ilə şifrələnmə edilir. Keçək növbəti suala. 6 nömrəli sual. Fayl ötürülməsi zamanı kəsilmədən sonra qaldığı yerdən davam etdirilməsini hansı xüsusiyyət təmin edir? Doğru cavab C variantı synchronization. Synchronization pointlər və ya başqa adı ilə check pointlər fayl ötürülməsi zamanı yaranan fasilədən sonra məlumatın əvvəlki yerdən bərpa olunaraq davam etdirilməsini təmin edir. Keçək növbəti suala. 7 nömrəli sual. Aşağıdakı hansı iki protokol transport layer protokoludur? Doğru cavab B variantı. TCP və UDP. TCP və UDP transport layer'a aid olan protokollardır. Keçək növbəti suala. 8 nömrəli sual. TCP-də təsdiq bildirişi alınmadan əvvəl, yəni ki, acknowledgement alınmadan əvvəl göndərilə biləcək məlumatın həcmini hansı mexanizm idarə edir? Doğru cavab A variantı sliding window. Sliding window mexanizmi məlumat ötürülməsini daha səmərəlidir və axın nəzarətini təmin edir. Keçək növbəti suala. 9 nömrəli sual. TCP three-way handshake prosesinin düzgün ardıcıllığı hansıdır? Doğru cavab C variantı. TCP əlaqənin yaradılması üçün SYN, SYN-ACK və ACK mesajlarından istifadə edir. Keçək növbəti suala. 10 nömrəli sual. Aşağıdakılardan hansı network layer'in funksiyası deyil? Doğru cavab D variantı. Frame check sequence. Frame check sequence network layer'in funksiyası deyil. Frame check sequence data link layer'in funksiyasıdır. Routing, path selection, logical addressing network layer'in funksiyasıdır. Bu videoda OSI modelinə aid olan sualları izahlı formada cavablandırmağa çalışdım. Ümid edirəm ki, bu sualların izahı şəbəkəni daha yaxşı öyrənməyinizə kömək edəcək. Əgər video faydalı oldusa, like etməyi, şərh yazmağı və dostlarınızla paylaşmağı unutmayın.